gün Həzrəti İsa bir qəbrin kənarından keçir. Həzrəti İsa həmin qəbrə baxanda ətrafdakılarına deyir, bu qəbrin sahibi əzab içindədir. Bir ildən sonra Həzrəti İsa'nın yolu yenidən o qəbristanlığın yanından keçir. Peyğəmbər həmin qəbir sahibinin axirət aləmində nemət içində olduğunu görür və təəccüblənir. Axı, bu insan artıq dünyasını dəyişib, əzaba düçar olub, əzabdan qurtulmaq üçün tövbə fürsətini itirib. Bəs necə olur ki, o bağışlandı? Həzrəti İsa Allaha üz tutub bu işin hikmətini soruşur. Allah buyurur, ey mənim Peyğəmbərim, bu günahkar bəndəm bir oğul tərbiyə edib. Son bir il ərzində onun oğlu bir yol təmir edib və bir yetimi himayəsinə götürüb. Mən də onun tərbiyə etdiyi övladın gözəl işinə görə onu bağışladım.